İl 2025-ci ildir və bu yoldaş, adın necə oldu? Hacıyev Nihar. Hacıyev Nihar deməli, bəs müraciət eləmişdi ixtisas seçimlə bağlı, 142 bal toplamışdı və İdman Akademiyasında 61-62-ci komissiya üzrə məqbul qiyməti almışdı. Biz ixtisas seçimini həyata keçirdik. Təbii ki, birinci 142 balından ödənişsiz ixtisasları düzdür. İdman Akademiyası, Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti. Burada əsas müəllimlik ixtisasına önəm verdik. Amma biz belə başa düşdük ki, həm uşağın öz xarakterinə, xüsusiyyətinə uyğun olaraq təbii ki, müəllimlik ixtisası bunun üçün daha yaxşıdır və biz digər ixtisaslara yönlənməkdənsə müəllimlik üzərinə dayandıq və ödənişli formada deməli, müəllimlik ixtisasına qəbul olduq. Azərbaycan Dövlət Pedaqoji Universitetində bədən tərbiyəsi və yəni fizik tərbiyə və gənclərin çalışırlar hazırlığı ixtisasına. Hazırda Nihad orada oxuyur, tələbədir və bu gün də gəlib, belə deyim də, bizi ziyarət eləmək, bizi yoxlamağa. Nihad, biraz sənə təəssüratlarını danış, təhsili ilə bağlı, ümumiyyətlə, ali təhsili necədir, gənclərə tövsiyə edirsən, bəlkə gənclər desə ki, oxuyun, necədir ali təhsil almaq? Ali təhsil mənim fikrimcə çox yaxşı bir şeydir. Əsasən rayonda olanlar üçün, Bakı şəhər bölünən insanlar üçün daha belə insan inkişaf edir, görmədiyi şeylər görür. Təkcə təhsil yox, yəni ətraf mühit insanı çox dəyişir. Çox sağ olun, təşəkkür edirəm sizə, əziyyətli olub üstündə, çox sağ olun. Çox sağ olun. Yəni, Nihadın demək budur ki, insan sosiallaşmaq üçün, ümumiyyətlə, adaptasiya olmaq üçün ali təhsil bir yoldur, bir açardır bu baxımdan. Sizin, bu da yeri gəlmişə Nihadın atası Mehman müəllim, sizin də sözünüz varsa deyə bilərsiniz. Sizin də sözünüz Allah sizdən razı olsun. Allah sonunuz sağ eləsin, həmişə nəticəniz qulluğunuz hazırıq. Allah kömək etsin, mən də həmişə qulluğunuz hazırıq. Uğurlar arzulayıram. İnşallah başa vurasan, magistr və digər mərhələlər, yaxşı karyera, iş imkanları olar, uğurlar arzulayıram.